Verilişin baş sponsoru Bırqa çayları. Sponsor bizim süfrə. Özel mətbəx. Space TV-də özel mətbəx. Bayram buraxılışı ilə. Bayramınız mübarək olsun. Değerli Space kanalının Bayram süfrənizi bizimlə bəzəyin. Bir gün bayram edənlər bir qızıl balıq pişirir. Qızıldan bayrama, qızıldan balıq. Və musiqi dolu xüsusi buraxılış. Xuraman Şuşalı ilə özel mətbəx. Əsil bayram abu havalı. Ağlaram sarı sarı, ağlaram sarı sarı. Təbəssüm Rəqs qrupu. Gözəl balalar. Maşallah olsun. Bayramınız mübarək olsun. Değerli Space kanalının izleyicileri, Azərbaycan xalqı. Bu gözəl günü, bu gözəl özəlliyi qeyd edən qonaqlarımız, izleyicilerimiz. Bu günlərin Park Bulvarda maşallah olsun. Təbəssüm Rəqs qrupunun gözəl uşaqları, gözəl rəqqasları. Uşaqlar özünüzü bir alqışlayın. Gürültülü olsun alqışlarınız. Allah saxlasın sizləri. Maşallah. Hamınız çox gözəlsiniz, çox qəşəngsiniz, çox gözəl rəqs etdiniz. Allah bütün balaları qorusun. Bayram varsa nə var? Rəqslər var. Bayramda özəldir rəqslər. Hansı bayram rəqsiz olar axı? Allah uşaqlarsız bir günümüzü etməsin. Bütün evlərdən uşaq səsi gəlsin. Bax belə gözəl uşaqların səsi, cingiltisi, rəqsi gəlsin. Alqışlarla uşaqları, Təbəssüm Rəqs qrupunun qızlarını yola salıram. Yaş vaxtımız çox olardı, hamısı ilə ilgilənərdim. Amma buradasınız da, hə? Yenə oynayacaq. Siz gedin, biz isə özəl mətbəximizin əsas məsələsinə keçək. Mətbəx məsələsinə keçək. Görüm Rauf usta nə pişirir bugün bizə? Ay Rauf usta, bizim üçün nə pişirəcəksən? Fürsətdən istifadə etmək istəyirəm. Aha. Hamının bütün Azərbaycan xalqını təbrik edirəm Novruz bayramını. Vallahi Rauf usta əməlli başlı blogerlik eləyir artıq. Hə Rauf usta, əlasınız. Hamı Buyurun. can sağlığı, uzun ömür, bol ruzu bərəkət olsun.
Amin inşallah deyirik Amin. və əsas məsələ cəmaət gözləyir qurban olum Cəmaət. sən. Hadi. Həftənin 6-cı günü 1-ə 15 dəqiqə qalmış. Bizim xanımlar keçirlər Space kanalının efirinin qarşısına və gözləyirlər ki, bizim Rafusla nə bişirəcək bizim üçün. Bu gün bayram deyəndə bir qızıl balıq pişirir. Nar Hə, qovurma. qızıldan bayrama, qızıldan balıq. Aha. Nar qovurma, qızıl Nar balığa. qovurma, Bir də bəh-bəh. adi çoban salatı. Olsun. 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 Allah bərəkət versin ay Rafusda. Və mən istəyirəm vaxt itirmədən Rafusda işin görsün. Çoban salatı bilirsiniz də necədir dostlar? Oy. Xiyar, pomidor, qırmızı soğan və Göyərti. Bir də yağ. yağ, Hə. zeytun yağı, hə? Bəli, bəli. Olur ki, bəzən pendir də tökürlər içərisinə. Görək Rafusdadır da, özü bilər. Nətər, mətbəx onun, iş onun, güc onun, özü bilər. O işin görsün. Biz isə Təbəssüm rəqs qrupundan bir dənə də rəqs izləyək. Gəlsin. Təbəssüm rəqs qrupunun gözəl uşaqları. Eşq olsun, bayramınız mübarək olsun uşaqlar. Gedin. Çox sağ olun, müəllimlərinizə də təşəkkür edirəm ki, belə gözəl rəqs qrupdur. Əsil bayram abu-havalı. Əsil bayram abu-havalı verilişimiz var bu günləri. Mən düşünürəm ki, bəlkə də bugünkü gündə bütün kanallardan ən gözəli bu günlərim özəl mətbəxdədir. Rauf usta artıq salatı hazır elədi. Mən sizə istəyirəm keçid alan çayların şahı olan Berqaya. Bizim verilişimizin baş sponsorudur Berqa. Berqa çaylarının çeşidləri saydıqca bitmir. Dadı, tamı saydıqca bitmir. Verilişimizin baş sponsorudur Berqa. Berqaya dərin təşəkkürümüzü bildiririk. Əzizlərim, jasmin ətirli çayı da bir başqadır. Hər ağız dadına uyğun Berqanın çayları var. Təşəkkürümüzü bildiririk Berqa çaylarına və ikinci sponsorumuz isə bizim süfrədir. Bizim süfrənin hər çeşidi var. Saydıqca bitməyən çeşidləri var. Mayonezi, Sezar salatı üçün, yeməkləri üçün başqa-başqa salatları, ketçupları, uşaqlar üçün ketçupları da, hətta kimyasal tərkibsiz ketçupları da var. Buyurub alın, hər bir xanımın mətbəxində bizim süfrədən mütləq olmalıdır. Və Park Bulvara dərin təşəkkürümüzü bildiririk bu özəl, gözəl şəraitə görə. Park Səfərana dərin təşəkkürlər bizim qonaqlarımızı gözəl qarşıladıqlarına görə. Və mənim geyimim Şölə Moda Evi. Dərin təşəkkürümüzü bildirirəm Vəfa xanıma. Bizim Azərbaycanımızın igidoğlu şəhid İzzətin gözəl anası. Vəfa xanım, təşəkkürümü bildirirəm və Şölə Moda Evinə dərin təşəkkürlər. Makiyajım isə Camilla Beauty Rubiyə xanıma təşəkkürlər. Açılsa bəzər balı, Yodalı gül qançası açılsa bəzər balı. Göllərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Göllərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Kimi yayhanı, bulud ötdü ayhanı, qaşım kimi yayhanı. Gəzdim elə obanı, əldə sənə tayhanı. Gəzdim elə obanı, əldə sənə tayhanı. Tellərimi yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Tellərimi yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız.
qaşı gözü qara qız Elə dərdimə çara qız Tellərini yandara qız Elə dərdimə çara qız Ay qaşı gözü qara qız Elə dərdimə çara qız Tellərini yandara qız Elə dərdimə çara qız Ay qaşı gözü qara qız Elə dərdimə çara qız Çox gözəl rəqs edirlər uşaqlar. Doğrudan da əhsən, yəni yaşlarına görə çox gözəl, baxmayaraq ki, bizim studiyamız belə deyim də çox geniş deyil. Rəqs etmək üçün belə geniş deyil, pavilyonumuz çox geniş deyil. Ancaq onlar çox gözəl rəqs etdilər və çox gözəl, necə deyərlər, səhnəyə uyğunlaşdılar. Bir-birlərini tarazladılar. Halal olsun müəllimələrinə, əziyyətləri var. Və istəyirəm, yeməyimiz deyir ki, bu günləri yemək yaddan çıxıb, Rauf usta məni öldürəcək. Ay Rauf usta, nə pişirirsən? Qoy gəlim ora. Gəl. Dayan bizə. Bəli, özəl mətbəxin bayram buraxılışı davam edir və bayram abu-havalı. Studiyamızdan, mətbəximizdən izləyicilərimizi salamlayıram. Rauf usta isə bayrama özəl qızıl balıq, Nar qovma, nar qovurma, qızıl balıq. qızıl balıq pişirir bizim üçün. Bunu bilməyənlər yəqin ki, yoxdur, amma yenə də bir xatırlatma verin. Balığı sadə şəkildə qızardırıq. Bəli, qızardırıq, sonra soğan, Aha. üstündə kərəğı, bol kərəğı, nar suyu, nar özü, bir də limon dilimləri. Ha, dilimləri, hə, maşallah olsun. Ay Rauf usta, necədir? Sizdə necə bayram abu-havası var, yoxsa başınız qarışıb işə, yemək pişirirsiniz? Vaxt yoxdur, bayram abu-havası var. Ay maşallah, nə gözəl, nə gözəl. Sizdə necədir? Pişirmirsiniz bir şey, paxlava, şəkər bura? Yox, bişirməmişik. Biz bişirməmişik, biz tənbəl mamaşayıq. Biz hazırına nazirik, ay Rauf usta. Amma maşallah olsun da, yəni bayram olsa da, yəni maşallah mağazalarımızda hər şey var, hər şey satılır. Maşallah, bəli, bəli. Alın, rahat, pişirə bilmirsinizsə alın yiyin. Nə var ki burada, elə deyilmi? Verilişin baş sponsoru Blerqa çayları. Sponsor bizim süfrə. Özəl mətbəx reklamlardan sonra davam edir.
bu günlərin bizim gözəl verilişimiz bayram efiridir və özəl rəqslərlə, gözəl rəqslərlə evlərimizin qonağıyıq. İstəyirəm, vaxt bitirmədən keçid alım sponsorumuza. Bizim verilişimizin baş sponsoru Berqadır. Berqa çayıdır. Çayların şahıdır Berqa. Hər ətirdə, hər zövqa uyğun, hər ağız dadına uyğundur Berqa. Berqanın çox çeşidləri var. Saydıqca bitməz. Bergamot, ətirli, jasmin, qara klassik çay. Çoxdur. Çoxdur. Saydıqca bitmir və də bizi dərin təşəkkürümüzü bildiririk Berqaya. Bizim verilişimizin baş sponsoru Berqa. Və bizim mətbəximizin, süfrələrimizin, salatlarımızın, yeməklərimizin dadı, ləzzəti bizim süfrədədir. Bizim süfrəyə dərin təşəkkürümüzü bildiririk. Bizim süfrənin də çeşidləri saydıqca bitməz. Təşəkkürlər bizim süfrə. Və Park Bulvara dərin təşəkkürlər. Park Bulvar bizim verilişimizin bu gözəl studiyasına görə, bu özəlliyinə görə Park Bulvara dərin təşəkkürlər düşür. Və Park Səfəran var. Park Səfəran bizim qonaqlarımızı gözəl qarşılayır, öz ikramlarını edirlər və isti münasibətləri üçün təşəkkürümüzü bildiririk. Mənim geyimim Şölə Moda Evi. Dərin təşəkkürümü bildirirəm Şölə Moda Evində Vəfa xanıma. Dərin təşəkkürlər Vəfa xanım. Çox sağ olun, Sumqayıtda yerləşir. Özəl, gözəl geyimlər, parçalar, çeşidlər çoxdur orada. Buyurub müraciət edə bilərsiniz. Makiyajım Camilla Beauty, Ubiya xanım. Təşəkkürlər. Və mətbəximizin aşpazı, şefi Rauf Usta. 28 ilin şefidir Rauf Usta. Sağ olsun, bizim gözəl dadlı yeməklərimizə bizə dadlı, tamlı, keyfiyyətli şəkildə təqdim edir Rauf Usta. Dərin təşəkkürümü bildirirəm sizə Rauf Usta. Yeməyimiz nə yerdədir? O gəlim oraya. Yıxılmasam yaxşıdır mən bu xalçaların kilimin üstündə. Bəh. Bayramdır. Bayramda çox vaxt Novruz bayramında deyirlər ki, balıq süfrədə olmalıdır. Düzdür və bu inanclara mən o qədər də inanmasam da, ancaq Rauf Usta siz inanırsınız bu inanclara. Nə bilim, süfrədə 7 dənə S hərfi ilə başlayan nələrsə olmalıdır. Əsas olsun. Əsas olsun, əsas yemək olsun, nə fərqi yoxdur, nə olur olsun. S hərfi ilə, M hərfi ilə, Ş hərfi ilə nə olur olsun, amma yemək olsun. Daşdan yumuşaq nə olur olsun. Allah hamının rüzsün, bərəkətini bol eləsin. Bizdə isə balıqdır, qızıl balıqdır. Rauf Usta bol yağla qızardır. Nar suyu. Dedim, o nar suyundan bir stəkan verəcəm, vermədi. Dedi, bura su tökəcəm. Vay, Rauf Usta yamansa. Zarafat edirəm, Rauf Usta hər şey öz miqdarında dəyərli izləyicilərimizə, bizim sevənlərimizə və mətbəxi izləyənlərə təqdim edir. Ay Rauf Usta, bayramda nə edirsən? Nəyi xoşlayırsan? Nə etməyi sevirsən bayramda? Novruz bayramının yoxsa Novruz gələndə sən ən çox nəyi sevirsən? Hava. Havanı, təbiəti. Bəli. Mən də təbiəti sevirəm. Sonra şəkərburanı, paxlavanın o evdən iyisi gəlir. Gəlib pişirirlər. Ya özün pişirsən? Sizə xanım pişirir yoxsa aldınız? Söz nasıl o vaxtlar adətən evdən iyi çıxırdı, nənələrimiz eləyirdi. İndi hamı başı qarışır, gedir. Hatta demirəm, bəli. Ya da ki, sifariş verirlər. Bəli. Eləyir, azdır, yəni o qədər də yox. Ay Rauf Usta. Bəli. Yaxşı, bəs adət-ənənələr necə? Bu, yəni bayramlarda olur da, düzdür. Biz gedib qulaq tutmuruq, torba atmırıq. Bunlardan hansını? Hansını edirsiniz? Siz hansını etmirsiniz? Uşaq vaxtı papa atarsınız, baxma. Uşaq vaxtı bəli. Məndən olsa indi də gedərəm, o qədər maraqlıdır. Prosta görəcəklər, biləcəklər, güləcəklər. Nə bilirsən, hamının da qapısında kamera. O vaxtlar yox idi kamera. O vaxtlar başqa idi. Aha, indi bizim burada qəşək. Onun üstünə oppanmağa. Bir də mən uşaqlıqda oppandım, mıx girdi ayağıma. Yaxşı oppanmağa. Yaxşı qısalımsan Rauf Usta. Mən həmişə odun üstündən tullananda deyirdim ki, rəhmətli anam öyrətmişdi. Mən də başa düşmürdüm nə deməkdir. Deyirdi ki, açıl baçıl çərşənbəm, bəxtim açıl çərşənbə. Bəxtim bağlıymış. O qədər dedim, axı 27 yaşında ailə qurdum. Allah hə. Ay Rauf Usta, gəl bir yumurta döyüşək də. Doğrudan. Nə deyirsən? Buyur. Uyan, kim utsa nə? Buyur. Hə, nə? Utsam nə? 2 dənə balıq verəcəm sən. Nə xaşişiymiş bu. Vay. Yaxşı udursan. Mən udursam, mən də sən 2 dənə balıq. Hə, yallah, bismillah. Gördün! Çıxalçısan, o bərk tutmusan sən. Gör Allahın nə gözəl ədaləti var, gör nə gözəl ədaləti var. Bəxt başqa şey deyil. Bəli. Sınıq yumurta verdim ki, udursun. Ancaq kim?
yenə də qalib oldu. Neynə ay Rabsta? Tək ki belə şeylərdə uduzaq, eybi yox. Amin, amin. Bəxtimiz Bu bir zarafatdır. Ay Rabsta. Siz özəl mətbəxə baxırsınız, özəl medianın özəl mətbəxi. Bu günlərin Təbəssüm rəqs qrupu qonağımız oldu, gözəl balalarımız qonağımız oldu və mən istəmişəm ki, mənim də populimdə, mahnımda onlar da iştirak eləsinlər. Rahab Usta isə burada balıq pişirir sizlər üçün, bizlər üçün. Bu dəfə bizim əməkdaşlarımız yeyəcəklər o balığı. Rahab Usta dedi, bahalıdır, qoy özümüz yeyək. Zarafat edirəm əlbəttə ki. Sadəcə olaraq bu günlərin qonaqlarımız artıq balaca uşaqlar olduqlarına görə biz risk etmədik onlara balıq təqdim etməyə. Ona görə Rahab Usta balığı pak pişirir. Ay Rahab Usta. Bəli. Acaba bayram havası var şəhərimizdə. Var hə? Verilişimizdə bir başqa oldu, elə deyilmi? Günəş çıxıb. Aha. Qar yaraşmır da bax. Hə, yaraşmır da, sürüşə. Nə qədər qəzalar oldu. Yox, qəzaya görə demirəm. Qarın olmağı da bir tərəfdən yaxşıdır. Yəni mikroblar ölür. Mikroblar öldü, uşaqlar bir sevindilər. Mənim qızım bilsiz necə qartop oynamaq istəyirdi. Mənim də ki işim, gücüm gedə bilmədim. Yəni düz şükür Allaha ki, Pandağ var, sonra Qusarda qar var. Yəni buralara getmək olar, suyunu qar olsa da var. Ancaq ki, getmək, gəlmək, bunlar hamısı vaxt aparır. Uşaqla gedirsən, su olur ayağı. Gərək mütləq ki, qalmaqla gedəsən ki, rahat olsun. Yeməğimiz də hazırdır, dostlar. Bəh, ay Rahab Usta, əllərinə sağlıq, nə gözəl, nə geçən. Görüntüsü, özü, suyunu da çox eləmişsən, Allah səni saxlasın. Mənim o tutunarı verişim də, o suyu verişim də vermədim. Rahab Usta balıq pişirdi bugün bizim üçün və çoban salat elədim. Sağ ol ay Rahab Usta, əllərinə sağlıq. Bacarırsan da bu işin sən bilənisən, bilənisən. Deyirəm ki, hər evə Rahab Usta kimi bir usta lazımdır. Ki, bizə dadlı yeməklər pişirsin. Sağ ol ay Rahab Usta. Salatdan da ver. Nə olub ay Rahab Usta? Çox Niyə işləmirəm ki? Heç qonaqlığı yox ya Rahab Usta. Ayrı bir ki, mən qonaq gəlmişəm. Salatı istəyirdim evə aparmaq, sən de. Süper. Belə. Bir daha dərin təşəkkürümü bildirirəm. Bizi sevənlərə. Bayramınız mübarək olsun. Əziz, dəyərli Azərbaycan xalqı. Bizi dünyanın hər hansı bir yerindən izləyən izləyicilərimiz. Bayramınız mübarək olsun. Rəbbim bu gözəl aya, bu gözəl günlərə xatir inşallah dünyamızı gözəl eləsin. Allah Ali Baş Komandanımıza can sağlığı versin. Bizim bu azadlığımız, firavanlığımız əbədi olsun inşallah. Daha sonra siz də bugün bizi izləyənləri, Space kanal izləyicilərini, bütün dünya Azərbaycanlılarını bayramını təbrik edin. Mən də təbrik edirəm onu, can sağlığı arzulayıram. Sülh olsun, müharibələr olmasın heç yerdə. Amin inşallah. Amin. Ruzu bərəkət, can sağlığı. Çox təşəkkür edirəm Rahab Usta. Sağ olun. Ay Rahab Usta, bahar gəldisə, deməli il təzələnir. Mənim üçün ilin təzələnməyi bahardan başlayır. Çünki bəli, əslində elədir, belə də var. Və ilimiz gözəl olsun, günümüz gözəl olsun, ruzimiz, bərəkətimiz bol olsun. Sevgi, sevinç və sağlamlıq olsun. Təşəkkürümü bildirirəm. Özəl mətbəxə baxın, bizi izləməyə hər zaman davamlı olaraq qalın və sonda məndən bir gözəl popuri gəlir sizlər üçün. Əlbəttə ki, Təbəssüm rəqs qrupunun qızları ilə. Saxlamışam onları, demişəm mənlə də oynayın. Gəlsin popurimiz. Sənsən ömrümün barı, başına bir iş gələ, ağlaram sarı-sarı, ağlaram sarı-sarı. Amanına yandım taksi, şu bayanlar ne aksi, bu yolları, ara yollarlı taksi. Amanına yandım taksi, şu bayanlar ne aksi, bu yolları, ara yollarlı taksi.
Cəmilə. Çox gəlib keçmə burdan, deyərlər ki dostudur. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Bənövşələr koldadır, həm sağda həm soldadır. Bənövşələr koldadır, həm sağda həm soldadır. Nə vaxtı görüşmürük, mənim gözüm yoldadır. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Nə vaxtı görüşmürük, mənim gözüm yoldadır. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Ay Cəmo, ay Cəmo, ay Cəmilə, Cəmilə. Gözlerim yorulmadı yolunu gözlemekten. Bu dilim usanmadı adını söylemekten. Gözlerim yorulmadı yolunu gözlemekten. Bu dilim usanmadı adını söylemekten. Sevirsen sen az eyleme, sev doyunca az eyleme. Gözlerinle könlümü bir yıkıp bir an eyleme. Sevirsen sen az eyleme, sev doyunca az eyleme. Gözlerinle könlümü bir yıkıp bir an eyleme. O gare, o gare gözlerinin gamzesi yandırdı beni. O gül dudaklarının bu sesi yandırdı beni. O gare gözlerinin gamzesi yandırdı beni. O gül dudaklarının bu sesi yandırdı beni. Bu saadetli kalpleri sındırma, boş söz atıp gönül bulandırma. Dedikodu eliyir yadlar, belə gitse yüreğim partlar. Pahalılığından çıkan o gözler, bezdirip beni atmaca sözler. Aşık yardan eləmək olmaz, seven tek sevenden ayrı kalmaz. Yar ister atar beni, o bilir mən bilərəm. Ya da tek tutar beni, o bilir mən bilərəm. Yar ister atar beni, o bilir mən bilərəm. Ya da tek tutar beni, o bilir mən bilərəm. Yar ister atar beni, o bilir mən bilərəm. Ya da tek tutar beni, o bilir mən bilərəm. Yar ister atar beni, o bilir mən bilərəm. Ya da tek tutar beni, o bilir mən bilərəm. Verilişin baş sponsoru Blerka çayları. Sponsor bizim süfrə. Özel mətbəx.